Son illərdə repetitorlara müraciət edən şagirdlərin sayı sürətlə artıb. Bəs doğrudan da repetitora ehtiyac varmı, yoxsa bu artıq vərdişə çevrilib? Bu mövzuya yanaşmalar isə olduqca ziddiyyətlidir. Bir qism insanlar hesab edir ki, şagirdlərin qavrama qabiliyyəti fərqli olması səbəbilə hansısa şagird mövzunu bir dəfə izahla qavrayır, kimisi isə əlavə izaha ehtiyac duyur. Məktəbdə isə müəllimənin vaxtı və imkanları məhduddur. Sinifdə şagird sayı çox olduqda fərdi yanaşma çətinləşir. Repetitor isə bu boşluğu doldurur. Şagirdin zəif tərəflərini müəyyən edir və məqsədli şəkildə üzərində işləyir. Digər əsas səbəb imtahan sistemidir. Qəbul və buraxılış imtahanları yüksək rəqabət tələb edir. Elm verilmədiyi üçün, yəqin ki, burada doğru düzgün təlim verilmədiyi üçün deyim. Yəni o elm savadı deyim, çatışmamazlığı üçün onun üçün müəllim yanına qoyurlar, kursa qoyurlar, ya hara qoyurlar deyə. Bu səbəbləri görürəm. Başqa nə səbəb ola bilər ki? Məncə məktəbin biliyi verməməsi daha görürəm. Repetitor getməyə yanına pis deyildi yəni. O da əlavə təhsil kimi də alırlar. Bugünkü təhsilimizdən razısınız? Əlbəttə ki, yox.